Salam uşaqlar. Deməli bugün rasional kəsirlərin ikinci bölməsini izahına sizlə bir yerdə baxacağıq. İfadələrin sadələşdirilməsi. Gəlin başlayaq birinci sualdan. Birdə nə deyir? Deyir 3 bölək x çıx 2, bir də çıxaq 3 bölək x üzərinə gəl 2. Vuraq sürətdə x kvadratı çıx 4, məxrəcdə də x üzərinə gəl 2. Uşaqlar, ümumiyyətlə məxrəclərdə dəyişən varsa, hər zaman ortaq məxrəc nə götürürük? Məxrəclərin hasili. Məxrəclərin hasili olur. Məxrəclərin hasili götürürük və bir də nəyi yada saxlayırsınız? Əgər biz məxrəclərin hasili götürsək, birinci çarpaz şəklində belə vurulur, ikinci də çarpaz şəklində belə vurulur. Məsələn, bu misalın üzərində qeyd eləsək, məxrəclərdə dəyişən, yəni hərf varsa, ortaq məxrəclərin hasili götürürük. X çıx 2, x üzərinə gəl 2. Bu oldu məxrəclərin hasili. Dedik axı, birinci çarpaz şəklində belə vururuq. Birinci çarpaz şəklində 3'ü vururuq nəyə? X üzərinə gəl 2'yə. Bir də çıx, ikinci də belə vururuq. Mənfi nəyə vururuq? 3'ə vururuq. Yəni mənfi 3'də vururuq, x çıx 2'yə. Və sağ tərəfdə də uşaqlar, bu 4'ün yerinə 2'nin mənfi 2'nin mötədəsi kvadratı yazsaq, uşaqlar mənfi 4'ün mənfi 4. Biri var, mənfi 4, mənfi 2'nin bu formada kvadratı olur. Niyə? Mənfi 2'nin belə kvadratı olanda mənfi 2'ni mənfi 2'yə vursaq müsbət 4'ü verir. Amma mənfi 2'nin mötədəsiz kvadratı ilə mənfi 4'ü verəcək. Bunu sildik. Deməli, sağ tərəfdə nə olur? Sağ tərəfdə olur x-in kvadratı. Deməli, x kvadrat çıx 2'nin kvadratı o deməkdir ki, x-la 2'ni bir dəfə çıxırıq, bir dəfə də toplayırıq. Yəni, x-la 2'ni bir dəfə çıxaq, x-la da 2'ni bir dəfə toplayaq. Məxrəcdə x elə üzərinə gəl 2'dir. Onda şola sağ tərəfdə kəsirdə x üzərinə gəl 2'lər gedir. Və bir də x çıx 2'lər gedir şola. Baxın, 2 kəsir bir-birinə vuranda çarpaz şəklini ixtisar aparırıq. Sürətdə nə olur? Sürətdə bu ifadə qalır. Yəni bu ifadənin sürətdə qalır. Şola 3'ü mötədənin içinə alsaq 3x, 3'ü 2'yə vur 6. Mənfi 3x-a vursaq mənfi 3x, mənfi 3'ü mənfi 2'yə vursaq müsbət 6'nı verəcək. Məxrəcdə də x plus 2'dir. Bu 3x-lar şolar gedir. Biri müsbət, biri mənfidir. Müsbət 6 ilə bu müsbət 6'ını toplayacaq. Müsbət 12, məxrəcdə də x plus 2'dir. Cavab olur 12 bölək x plus 2'yə. 12 böl x plus 2 hansı variantdır? Y variantı. Yəni bu oldu bizim birinci sualın cavabı. Keçək ikinci suala baxaq uşaqlar. Deməli ikinci sualda nəyə fikir veririk? İstənilən ədədin məxrəci uşaqlar 1'dir. Bax bu ədədin məxrəci neçədir? 1'dir. Bax bu ədədin də məxrəci 1'dir. Birinci mötərizənin içində ortaq məxrəclərin hasili götürsək, yəni biri a'-nın kvadratına vuranda a kvadratı. Birinci necə vururduq? Aşağıdan sola. A kvadratını 1'ə vur a kvadratı, arada mənfi var. İkincidə belə vururduq. Müsbət 1'i mənfi 1'ə vur, mənfi 1. Və bu mənfi 1'də uşaqlar ilə mənfi 1'in kvadratıdır və arada bölək var. Yenə uşaqlar ikinci mötərizədə biri a'-ya vursaq ortaq məxrəclərin hasili olur. Çarpaz şəklini birinci belə vururduq. A'-nı 1'ə vur a, arada müsbət var. Bir də 1'i 1'ə vur 1. İndi nə eşə olur? 2 kəsir bir-birlərinə böləndə birinci kəsir olduğu kimi qalırdı. A çıx 1, a üstə gəl 1 deməkdir. Bunun sürəti məxrəcdə a'-nın kvadratıdır. Deməli 2 kəsiri bir-birlərinə böləndə arada bölək var. Vurağa çevriləndə nə olurdu? İkinci kəsirdə sürət məxrəc yerini dəyişirdi. A yuxarı, a plus 1 aşağı. Baxın uşaqlar, a plus 1'in biri getdi. Burada a'ların biri ilə bu a'nın biri gedir. Sürətdə bir dənə a çıx 1 qalacaq. Məxrəcdə də bir dənə a qalacaq. Cavab oldu a çıx 1 böl a. Yəni D variantı. Bu oldu uşaqlar ikinci sualın cavabı D variantı. Keçən növbə. Uşaqlar gəlin üçüncü suala baxaq. Bax üçüncü sualda deyir ki 1 böl x üzərinə gəl 1 böl y. Vuraq m bərabərdir 1. Deyir m ifadəsi aşağıdakılardan deyir hansıdır? Yəni m bərabər sualla. Neyini? Biz nə dedik? Orta məxrəc nə götürür? Məxrəclərin hasili, yəni x, y. Çarpaz şəklində birinci belə vurulur. Y-i 1'ə vur y və bir də x-i 1'ə vur x. Bunu uşaqlar m-ə vuranda qiyməti 1'i verirsə, baxırıq ki, hansı ədədlərin hasili bizə 1'i verir? Tərs ədədlərin hasili. Deməli m-in yerində nə olmalıdır? Birinci tərəf olduğu kimi qalır. X, y. Deməli m-in yerində bu ifadənin tərsi olmalıdır. Yəni x, y yuxarı, y plus x aşağı olmalıdır ki, bunları bir-birinə vuranda 1 versin. Niyə uşaqlar? Çarpaz şəklini ixtisara gedir, çarpaz şəklini ixtisara gedir, 1 qalır. Deməli m-in yerində nə olmalıdır? M-in yerində, m-nın yerində sürətdə x, y, məxrəcdə y plus x olsa, iki ifadəni bir-birinə vuranda 1 verəcək. Cavab oldu C variantı. Burada sadəcə yerlərini dəyişib, toplanan yerin dəyişində cəm dəyişmir.
Deməli belə uşaqlar, 3-də doğru cavab C variantıdır və 4 bunun oxşarıdır. Gəlin keçək növbəti sualı 5-ə baxaq. 5-də nə deyir? 5-in sualı deyir ki, uşaqlar elə bunun üzərində eləyək də sürətli olsun. A vuraq, orta məxrəcinə götürək, A çıx 2-ni çarpaz şəklinə 1-ə vursaq elə A çıx 2 olur. Çarpaz şəklinə birinci belə vururuq. A-nı 1-ə vur A. İkinci də çarpaz şəklinə belə vururuq. Biri də A çıx 2-yə vuranda olur A çıx 2. Bu birinci mötərizə. İkinci mötərizə uşaqlar, istənilən ədədin məxrəci 1-dir. A-nın məxrəci 1-dir. Orta məxrəcinə götürük, məxrəcdən hasili. Yəni 2 çıx A-nı 1-ə vur, 2 çıx A. Birinci çarpaz şəklinə belə vururduq. A-nı nəyə vururduq? 2 çıx A-ya. Və bir də biri də A kvadratına vuranda elə müsbət A-nın kvadratını verəcək. Bu da oldu ikinci mötərizə. Uşaqlar, oldu A vuraq. A ilə A-nı topla. Oldu 2A. Bir də çıx 2. Məxrəcdə də elə A çıx 2-dir. Bölək. A-nı 2-yə vur, 2A. A-nı mənfi A-ya vur, mənfi A-nın kvadratı. Bir də üstə gəl, bu müsbət A-nın kvadratı. Məxrəcdə də yenə 2 çıx A var. A kvadratları getdi. Gəlin neyək? A vuraq qalsın. Bu ifadədən 2-ni mötədə xaricinə çıxarsa qalacaq A çıx 1. Məxrəcdə A çıx 2-dir. Uşaqlar, bu böləyi də vurağa çevirsək, 2 çıx A yuxarı çıxır. Aşağıda nə qalır? 2A qalır. İndi gəlin görək nələr ixtisar getdi. Bu A-nın məxrəci 1-dir uşaqlar. Baxın, bu A ilə bu A ixtisar getdi. Bu 2 ilə bu 2 də ixtisar getdi. İndi bir şeyə fikir verək. Uşaqlar, A çıx 2 ilə 2 çıx A əks ədədlərdir. Yəni mənfi 5-dən müsbət 5 kimi fikirləşin. Əks ədədləri ixtisara aparanda mənfi 1 qalır. Onda əks ədədləri ixtisara aparsaq burada qalacaq mənfi 1. Deməli, yekun olaraq nə qalır cavab? Yekun olaraq qalacaq. Burada bir A çıx 1 qalacaq. Bir də arada vuraq var. Vuraq mənfi 1 qalır. Uşaqlar, mənfi 1-i A-ya vursaq, mənfi A. Mənfi 1-i bu mənfi 1-ə vursaq, müsbət 1. Bəs yerlərini dəyişsək nə olur? Müsbət 1 çıxaq A-ya. Cavab olur 1 çıx A. Yəni Y variantı. Bu oldu 5-in cavabı. Uşaqlar, Y variantı. 6 da eynən bunun oxşarıdır. Gəlin növbəti suala baxaq 7-yə. 7-də nə deyir? Uşaqlar, 7 ilə sual görsənir də orta məxrəcinə götürək. Məxrəclərin hasili. Yəni A üstə gəl B, bir də vuraq A çıx B. A çıx B. Birinci çarpaz şəklində belə vururduq axı. Deməli A çıx B-nin uşaqlar A çıx B-yə vuranda bizə verəcək A çıx B-nin kvadratı və arada mənfi var kəsr arasında. Sonra uşaqlar ikincidə belə vururduq. A üstə gəl B-ni A üstə gəl B-yə vuranda bizə verir A üstə gəl B-nin kvadratı. Bunda nəyə böldük? Sürətdə AB, məxrəcdə A kvadratı çıx B-nin kvadratı. Gəlin uşaqlar. Bunun müxtəsər vurma düsturu kimi atsaq, olacaq A-nın kvadratı çıx 2AB üstə gəl B-nin kvadratı. Çıxaq. Buna mötədən içində açırıq da. Uşaqlar, niyə? Bu mənfi mötədən içində təsir edəcək. Ona görə yazırıq A-nın kvadratı üstə gəl 2AB üstə gəl B-nin kvadratı. Və məxrəcdəki bu ifadə uşaqlar A-nın kvadratı çıx B-nin kvadratını verir. Bəs uşaqlar, iki kəsri bir-birlərinə böləndə nə idi? Vurağa çevirəndə burada sürət məxrəc yerini dəyişirdi. A kvadratı çıx B kvadratı yuxarı çıxır. AB də aşağı düşür. Uşaqlar, baxın, sürət məxrəc ixtisara getdi bir-birinə vuranda. Sürətdə nə qalır? Sürətdə mötədəni açsaq, A-nın kvadratı çıx 2AB, üstə gəl B-nin kvadratı qalır. Mənfi mötədən içinə təsir edir. Mənfi A-nın kvadratı çıx 2AB, bir də çıx B-nin kvadratı. Və məxrəcdə nə var uşaqlar? AB var. A kvadratın biri müsbət, biri mənfi getdi. B kvadratın biri müsbət, biri mənfi getdi. Yerdə nə qalır? Yerdə qalacaq mənfi 2AB, mənfi 2AB. 2 dənə mənfi olanda toplanır. Qabanı mənfi atılır, mənfi 4 AB-ni verəcək. Məxrəcdə də elə AB. AB-lər gedir, nə qalır uşaqlar? Mənfi 4. Yəni bu sualın cavabı olur mənfi 4. 7-də B variantı. Bakının B-si. Və 8 bunun oxşarıdır. Uşaqlar, 9-un izahatını verməmişdən qabaq bəzi xırda qaydalar var. Onları mən sizə deyim. 9-un bəzi qaydası. Uşaqlar, biri var. A-nın üstü, məsələn, mənfi 2. Nə deməkdir? 1 bölək A-nın üstü müsbət 2. Bəs mənfi 1 də yazsaq eyni şeydir. A-nın üstü mənfi 1 nə deməkdir? 1 böl A-nın üstü müsbət 1. Müsbət 1 də A-nın üstü olmur heç vaxt. Bəs yaxşı olar. M N-in üstü mənfi 1 nə deməkdir? M N üstü mənfi 1, yəni M qalır deməkdir. N üstü mənfi 1 isə uşaqlar 1 bölək N üstü müsbət 1-dir. Yəni bu M-in də məxrəci 1-dir. M-i 1-ə vur M. N-i 1-ə vur N. Yəni uşaqlar M N üstü mənfi 1, M bölək N deməkdir. Sonra
Tərsini yazsaq eyni şeydir. Bəs n m üstü mənfi 1 nə deməkdir? N vuraq 1 böl m. N yuxarı çıxır, m də aşağı düşür. Yəni n bölək m-i verəcək. Bir də var uşaqlar mötərizə. Yəni mötərizənin içində m n-in üstü mənfi 1 o demək ki, 1 bölək m-nin üstü müsbət 1. Müsbət 1 yazılmır. Və yaxud da belə də verilə bilər. Nəysə uşaqlar, elə bunu bilsəz məncə bəs eləyər. Keçək sualın izahına. Birinci suala baxaq uşaqlar. Bax 9-cu sualda deyir m-nin üstü mənfi 1. M-nin üstü mənfi 1 nə deməkdir? M bölək n. M bölək n deməkdir. Bəs n-in üstü mənfi arada çıx var. N-in üstü mənfi 1 nə deməkdir? N bölək m üstü mənfi 1 olduğuna görə m aşağı düşdü. Bəs uşaqlar, m üstəgəl n üstü mənfi 1 nə deməkdir? 1 bölək m üstəgəl n-in üstü müsbət 1. Müsbət 1 də yazılmır. Sonra bir də vuraq. Nə var burada? N bölək m çıx n-ə. Uşaqlar, bu ifadədə orta məxrəcinə götürərik məxrəclərin hasili, yəni m-in. Birinci çarpma şəklini m-ə vur, m kvadratı. N-ə vur, n kvadratı. Bunda nəyə vurduq uşaqlar? Sürətdə n var. Bu məxrəcdə m üstəgəl n-i, m çıx n-ə vuranda, bu da bizə nəyi verəcək? Eyni qaydada. M kvadratı çıx n kvadratını verəcək. Uşaqlar, baxın, eyni ifadədə ixtisara getdi. Bu n-lərin biri getdi. Sürətdə bir dənə 1 qalır, heç nə yoxsa 1 var. Məxrəcdə bir dənə m var. Cavab olacaq 1 böl m-ə. Yəni A variantı. Bu da oldu 9-cu cavabı uşaqlar. A variantı. Və onda eynən bunun oxşarıdır. Keçək növbəti sual. Gəlin uşaqlar 11-ə baxaq. 11-də nə deyir? 2 dəfə sualı üzündən yazmayaq uşaqlar, baxın. Birinci mötərizənin içində orta məxrəcinə götürür məxrəclərin hasili, yəni AB. Birinci çarpma şəklinə belə vururduq. B-ni 1-ə vur B. İkinci də çarpma şəklinə belə vururduq. A-nı 1-ə vur A. Vuraq. Bəs uşaqlar, burada 2B var. Məxrədə baxın, A kvadrat üstəgəl B kvadrat çıx KB. Biz buna A çıx B-nin də kvadrat yaza bilərik. B çıx A-nın da kvadrat. Eyni şeydir. Burada B çıx A olduğuna görə bu ifadəni yerinə yazaq. B çıx A-nın mötədə xarici kvadratı. Eyni mənanı verir. Uşaqlar, burada B çıx A-dan bir dənədir. Burada da aşağıda da B çıx A-dan 2 dənədir. İkisindən biri gedir, burada qalır bu. Burada B-lərin biri gedir, sürətdə bir dənə. Daha doğrusu B-lər gedir, sürətdə bir dənə 2 qalır, məxrəcdə də A qalır. Deməli, yekun cavab olacaq 2. Məxrəcdə A, bir də vuraq B çıx A. Bu sualın cavabı da oldu uşaqlar, baxın belə. 2 bölək A vuraq B çıx A variantı. Bu oldu 11-in cavabı A variantı. Və 12-də eynən bunun oxşarıdır. Gəlin 13-ə baxaq. Eyni qaydada bunu da yazaq. Orta məxrəcinə götürürük məxrəclərin hasili. Yəni A çıx B-ni uşaqlar A üstəgəl B-yə vuran deyil, A-nın kvadratı çıx B-nin kvadratını verəcək. Birinci çarpma şəklinə bunu belə vursaq, A üstəgəl B-ni A üstəgəl B-yə vursaq, bizə verəcək A üstəgəl B-nin kvadratı çıx. İkinci də A çıx B-ni A çıx B-yə vursaq, bizə verəcək A çıx B-nin kvadratını. Bunda nəyə vurduq? A-nın kvadratı çıx B-nin kvadratı bölək 16A B-yə. Uşaqlar, A kvadratı çıx B kvadratları çarpma şəklini ixtisar olunub gedir. Gəlin bunu qısa yazaq, çünki buna oxşar sual yazmışıq. Bunun açılışı nəyi verəcək? A-nın kvadratı üstəgəl 2AB üstəgəl B-nin kvadratı. Və bunu da açılışında yazırıq. Və bir də bu mənfi mötərizənin içində təsir edəcək. A-nın kvadratı çıx 2AB olur, amma qabağında mənfi olduğuna görə üstəgəl 2AB-dir. Üstəgəl B kvadratı olur, amma qabağı mənfi olduğuna görə mötərizədən açsaq mənfi B-nin kvadratını verəcək. Məxrəcdə də 16AB. Uşaqlar, A kvadratları gedir, B kvadratları gedir. 2AB, 2AB bizə 4AB-ni verəcək. Məxrəcdə də 16AB-dir. Və buradan uşaqlar AB-lər də gedir. Sürətdə 4 ilə 16-nı 4-ə böl 1, bunu 4-ə böl 4-ü verəcək. Sürətdə 1 qalır, məxrəcdə 4 qalır. Cavab oldu 4-də 1, yəni B variantı. Bu oldu uşaqlar 13-ün cavabı B variantı. Və 14 bunun oxşarıdır. Gəlin 15-ə baxaq, bunu sildik. 15-də nə deyir? 15-in sualda deyir ki, uşaqlar bu birin məxrəci nədir? 1-dir. Orta məxrəcinə götürün məxrəclərin hasili, yəni 2BC. Uşaqlar, çarpar şəklini 2BC-ni 1-ə vur, 2BC üstəgəl. Biri də bu sürətə vuran elə bu sürətin özünü verəcək. Yəni B kvadratı üstəgəl C kvadratı çıx A-nın kvadratına. Uşaqlar, bunu da iki kəsrdə bir-birlərinə böləndə vurağa çevirəndə nə olurdu? İkinci tərəfdə BC yuxarı çıxırdı, B üstəgəl C çıx A aşağı düşürdü. Nəysə, uşaqlar, bunu çarpar şəklini ixtisara aparanda, baxın, bu BC-lər gedir. Sürətdə nəyə fikir verir? Baxın, bu ifadəyə baxın. 2BC, B kvadratı, C kvadratı. Bu bizə verəcək B üstəgəl C-nin mötədə xarici kvadratı, çıx A-nın kvadratı. Məxrəcdə nə var? Məxrəcdə bir dənə 2 var, bir də vuraq, bir də bu ifadə var. B üstəgəl C, çıx A var. Gəl indi neyiniyək? Bir dəfə sürəti çıxaq, bir dəfə toplayaq. B üstəgəl C, çıx A, bir dəfə də B üstəgəl C, üstəgəl A-ya. Məxrəcdə isə 2 vuraq,
B üstəgəl C çıx A var. Uşaqlar B üstəgəl C çıx A'lar C'dir. Sürətdə nə qalır? B üstəgəl C üstəgəl A bir də bölək 2-yə. Yəni bu 2. B üstəgəl C üstəgəl A bölü 2 Y variantı. 15-də cavab olmuş olur Y variantı. Keçək 16-ya baxaq. Uşaqlar bu 16-cı sualda 16. Bax birinci bu ifadəyə baxın. A üstü xətt nə deməkdir? 100A üstəgəl 10A üstəgəl 1A. Bu bizə verir 111A. A. Sonra 100B, 1B, 10B. Bu bizə verir 111B. Məxrəcdə isə uşaqlar bu bizə nə verəcək? 10A, 1A. 11A'nı verəcək. Üstəgəl bu da bizə verəcək 10B, 1B. Bu da bizə verir 11B'ni. Uşaqlar sürətdə nəyi mötədə xaricine çıxardaq? 111'i. Sürətdən 111'i mötədə xaricine çıxarsaq, burada qalacaq 111, mötədən içində A üstəgəl B. Məxrəcdən 11'i mötədə xaricine çıxarsa qalacaq A üstəgəl B-yə. Uşaqlar A üstəgəl B-lər ixtisar gedir. Cavab olacaq 111 böl 11. Amma variantlara baxırıq, 111 böl 11 yoxdur. Uşaqlar 111'in içində 11 10 dəfə düşəcək. Onu 11'ə vur 110, 1 gələndə 1. Cavab olacaq 10 tam 11'də 1. Yəni D variantı. Bu oldu 16'ın cavabı D variantıdır və 17 bunun oxşarıdır. Gəlin uşaqlar 18'də ilə burada baxaq. 18'də birinci mötədən içinə baxaq. Bu 2'nin məxrəci 1'dir. Orta məxrəci nə götürürük? Məxrəclərin hasili C vur A vur 1. Yəni AC. Uşaqlar bu AC-ni bu C-yə bölsək A qalacaq. A-nın da sürətdəki A-ya vursaq A-nın kvadratı. Bu AC-ni məxrəcdəki AC-ni bu A-ya bölsək C qalacaq. C-ni də C-yə vur müsbət C-nin kvadratı. Çıx. Uşaqlar bu AC-ni bu məxrəcdəki 1-ə bölsək AC, AC-ni də sürətdəki mənfi 2-yə vursaq mənfi 2 AC-ni verəcək. Bir də bölək 1 çıx 1 bölək A çıx C-yə. Uşaqlar sürət nəyi verəcək? A kvadratı C kvadrat çıx 2AC bizə verəcək A çıx C-nin kvadratı. Məxrəcdə AC bir də bölək 1 böl A çıx C-yə. Uşaqlar A çıx C-dən yuxarıda 2 dənədir, aşağıda 1 dənədir. Getdi. Sürətdə qaldı A çıx C, məxrəcdə AC. Cavab oldu belə. A çıx C böl AC-yə. Yəni D variantı. Bu oldu 18'in cavabı, Dadaşın D-si. Keçən növbət soru. Uşaqlar 19 bayaqki 18'in oxşarıdır. 19 bizə lazım deyil. Gəlin 20'yə baxaq. 20'də uşaqlar sual var da birinci mötədə xaricin olduğu kimi yazaq. Uşaqlar mötədən içinə baxın. Mötədən için orta məxrəc nə götürür? Məxrəclərin hasili, yəni x vuraq. X üzərinə gəl y. Birinci çarpaq şəklində necə vururuq? Aşağıdan sola. X-a vur, x-in kvadratı və arada çıx var. Və bir də uşaqlar nəyə vururuq? X üzərinə gəl y-i, x çıx y-ə vururuq. X üzərinə gəl y-i, vururuq x çıx y-ə. Bu da bizə nəyi verəcək? Deməli, sürətli x üzərinə gəl y, məxrəcdə y, məxrəcdə x plus y-dir. Sürətdə isə uşaqlar deməli bu ifadəni mötədən atsaq çıx. Bu bizə nə verəcək? X kvadratı çıx y kvadratın bu bizə açılışı verəcək. X plus y, x çıx y-ə vursaq. Və bunda qabaq mötədən də qabağı mənfi daxı. Təzədən yenə olduğu kimi birincini saxlayaq. İkincidə yuxarıdakı bu mötədəni atsaq olacaq x-in kvadratı çıx x kvadratı. Bu mənfiyə təsir edir müsbət y-in kvadratı. Məxrəcdə də x vuraq. Yenə x üzərinə gəl y var. Uşaqlar baxaq, x kvadratları getdi. Bu x plus y-lə çarpaq şəklində bu x plus y-də gedir. Yuxarıdakı aşağıda y-dən bir dənədir, yuxarıda y-dən 2 dənədir. Yuxarıda bir dənə y qalır. Məxrəcdə də bir dənə bax bu x qalır. Cavab olacaq y böl x. Yəni bu sualın cavabı oldu y bölək x. 20'də uşaqlar cavab oldu Dadaş. Dadaşın D-si. Deməli 20'də doğru cavab D variantıdır və 21'də eynən bunun oxşarıdır. Gəlin 22'yə baxaq. 22. Uşaqlar 22-ci sualda nəyə fikir veririk? 22'də birinci kəsin sürətinə baxın. Bu biri məxrəc neçədir? 1'dir. Orta məxrəc nə götürür? Məxrəcdən hasili. Birinci çarpaq şəklində belə vururuq. N-i 1'ə vur M, ikincidə belə vururuq. Biri M-ə vur M. Keçək məxrəcə. Bu 2N-in məxrəci 1'dir. Məxrəcdən hasili götürsək M olacaq. M-i 2N-ə vur, 2M-in üstə gəl. Biri də bu sürətə M kvadrat cəmrinə vursaq elə özü olduğu kimi qalacaq. Nə olacaq uşaqlar? Sürətdə N üstə gəl M-dir. Böl N. Bunu kəsirlə nəyə bölük? Kəsirlə bölük bu ifadəyə. Nöqtəli böləklə yazaq. Kəsirlə bölük bu ifadəyə. Onda uşaqlar bu ifadə bizə M üstə gəl N-in
mötədə xarici kvadratını verəcək. Məxrəcdə də m-dir. Bəs iki kəsiri bir-birlərinə böləndə nə edirdik? Vurağa çevirmək üçün m yuxarı çıxırdı və m üstəgəl n də ikinci kəsirdə sürət məxrəc yerini dəyişirdi. Kvadrat aşağı düşdü. Uşaqlar n üstəgəl m-lə m üstəgəl n-in biri gedir. Sürətdə bir dənə m qalır. Məxrəcdə n, bir də m üstəgəl n qalır. Bu m-dir olur. M üstəgəl n. Və variantlara baxırıq ki, olur, mötərizənin içi açılıb. Ona görə sürətdəki m qalır. N-i m-ə vur, mn. N-i n-ə vuranda müsbət n-in kvadratı. Cavab oldu m bölək mn üstəgəl n kvadratı. Yəni y variantı. Bu oldu 22-nin cavabı y variantı. Keçək 23-ə. Bu belə. Daha doğrusu 23 oxşardı. Oxşardı. Bəli, 24-ə baxaq. 24-də şu olur, neyini? 24-də uzun zadı yazmamaq üçün belə yazaq şu olur. 1 bölək a plus 2-ni bildik. Üstəgəl. Bu sürət olduğu kimi qalsın 3 açıq 2-yə. Və bir də şu olur, bu 8 2-nin kubudur. Onda biz a kubu üstəgəl 2 kubu kimi baxsa, bunun açılışı bir də nəyi verirdi? A ilə 2-ni bir dəfə toplayırıq. Bir dəfə də a-nın kvadratı çıx 2a üstəgəl 4 olur. Və keçək sağ tərəfə, sağ tərəfdə olduğu kimi saxlayaq. Yəni 1 bölək a-nın kvadratı çıx 2a üstəgəl 4. İndi uşaqlar, orta məxrəc nə götürsək hamısı olar. A plus 2, A plus 2 burada var. Bu ifadə də burada var. Orta məxrəc elə götürməliyik ki, hamısı olsun. Hamısı olsun deyinə a üstəgəl 2-ni də götürürük. A-nın kvadratı çıx 2a üstəgəl 4 də götürürük ki, hamısı olsun. Uşaqlar, bu ifadəni buna böləndə a çıx plus 2-lər gedir, qalır a kvadratı çıx 2a plus 4. Onda sürətdəki bu 1-ə vursaq, bizə verəcəklər a-nın kvadratı çıx 2a üstəgəl 4-ə. Sonra uşaqlar, baxın, bu ifadənin özünü, bu məxrəcin özünü, bu məxrəcə bölsək eyni ifadədir. Biri verir, biri də sürətə vursaq, müsbət 3a çıx 2 olacaq. Çıx. Bəs bu ifadənin özünü uşaqlar buna bölsək, a kvadrat çıx 2a plus 4-lər gedir, qalır a plus 2. A plus 2-ni də nəyə vururuq? Sürətdəki mənfi 1-ə. Bu da bizə nəyi verdi? Gəlin birinci oxşar ədədləri hesablayaq. A-nın kvadratını gördük. 3a-dan 2a-nın çıxanda müsbət a-nı verəcək. Sonra uşaqlar, bu 4-dən 2-ni çıxanda müsbət 2, 2-dən də bu 1-i çıxanda müsbət 1-i verəcək. Müsbət 1-i çıxa bilməli yaxı. Nəysə, bu 4-dən bu 2-ni çıxanda bizə müsbət 2-ni verəcək. Uşaqlar, burada da mötərizəni açsaq, mənfi 1-i a-ya vurur, mənfi a, mənfi 1-i müsbət 2-yə vurur, mənfi 2. Bəs uşaqlar, bu ifadənin özü nəyin açılışı idi? A kubu üstəgəl 2-nin kubun açılışı idi da bu. Aynı 2-ni topladı, bir də bu mötərizə. Məxrəc sadə bunun açılışıdır. İndi sürətə baxaq, a-ların biri müsbət getdi, biri mənfi getdi. 2-lərin biri müsbət, biri mənfi getdi. Sürətdə oldu a-nın kvadratı, məxrəcdə oldu a kubu üstəgəl 2-nin kubu. Bax, cavab oldu belə. Cavab oldu a-nın kvadratı bölək, a-nın kvadratı bölək. Və məxrəcdə də a kubu üstəgəl 2-nin kubu da şolar 8-i verir. Baxın, cavab bu formada veriləcək. Yəni görək, düz mü yazdıq, səhv mi yazdıq? Düz yazdıq. Və buna oxşar cavab varmı? A-nın kvadratı bölək, a kubu üstəgəl 8. A kvadratı böl, a kubu üstəgəl 8. Baxın, A variantıdır. Bu da oldu 24-ün cavabı A variantı. Bəli. Və 25-də şolar eynən bunun oxşarıdır. Keçək növbət suala. Şolar, bu 26-cı sualda gəlin ingi. Bax, birinci sürətə baxaq. A üstəgəl B-dən 2 dənə, A üstəgəl B-dən 1 dənə. A üstəgəl B-ni mötərizə xaricinə çıxarsaq, o bir mötərizənin içində A üstəgəl B olur. Yəni bunu buna vuranda A üstəgəl B-nin kvadratını verir. Bir də çıx. A üstəgəl B-ni də bu 4-ə vuranda 4 vur, mənfi 4 vur, A üstəgəl B olur. Bəs məxrəcdəki bu ifadə nədir? A üstəgəl B-nin mötərizə xarici kvadratıdır. Bəs bu mənfi 16-nı necə yazarıq? Mənfi 4-ü mötərizə xarici, mötərizəsiz kvadrat kimi yazarıq. Necə olacaq uşaqlar? Sürət olduğu kimi qalır. Məxrəcdə isə müxtəsər vurma düsturu. A üstəgəl B ilə 4-ü bir dəfə çıxaq. Bir dəfə də A üstəgəl B ilə 4-ü toplayaq. A üstəgəl B çıx 4-lər gedir. Sürətdə qalır A üstəgəl B. Məxrəcdə də qalır A üstəgəl B. Bir də uşaqlar, baxın, üstəgəl bu 4 qalır. Cavab oldu belə. A üstəgəl B böl, A üstəgəl B üstəgəl 4 B variantı. Bu oldu 26-nın cavabı B variantı. Və 27 uşaqlar eynən bunun oxşarıdır. Gəlin 28-ə baxaq. 28-də nə deyir? X, Y bölək X kvadrat üzərinə gəl Y kvadrat. Nəyə bərabər? 0,4. Uşaqlar, 0,4 bizə nəyi verər? 4 böl 10
4'ü 2'yə böl 2, 10'u 2'yə böl 5. Yəni 5'də 2'ni verir. Bizə lazımdır uşaqlar hər tərəfli x, y-ə bölək. Ona görə nə edək? Bu bərabərin sol tərəfinə sürət və məxrəcin yerində isə x kvadratı üzərinə gəl y kvadratı, x, y-də aşağı salsaq, sağ tərəfdə də uşaqlar 5 yuxarı çıxacaq, 2 aşağı düşəcək. Və 5 bölü 2 bizə nə verir? 2 tam 2'də 1 verəcək. Yəni qarşı qədəri çevirsək. Gəlin bu ifadəni edək. Hər tərəfli məxrəcə bölək. Yəni x kvadratını x, y-ə bölək və bir də sürətdəki bu y kvadratına yenə x, y-ə bölək. Sağ tərəfdə də uşaqlar 2 tam 2'də 1 olduğu kimi saxlayaq. Uşaqlar burada x-ların biri gedir. Sürətdə x, məxrəcdə y. Burada y-lərin biri gedir. Sürətdə y, məxrəcdə x. Və sağ tərəfdəki 2 tam 2'də 1 necə yaza bilərik? 2 üzərinə gəl, 2'də 1 kimi olar yaza bilərik. Bax bunu aldıq dairəyə. Bizdən soruşur x bölü y nisbətinin kiçik qiymətini tapmış olar. X bölü y nisbətinin kiçik qiymətini tap deyirsə, kiçik qiymətini. Bunun kiçik qiyməti nə olacaq? Kiçik qiyməti baxın x böl y-in qiyməti buradan görsəniz ki, ya 2'dir. Niyə? X böl y-in yerinə 2 yazsaq, 2'nin üzərinə y-lə x-in yerində isə 2 ilə də bunun məxrəci 1'dir. 2 ilə də 1'in yerində isə bu bizə 2'də 1 verir. Sağ tərəfi ödəyir. Və yaxud da x böl y-in yerinə 2'də 1'də desək, 2'də 1'də desək, onda burada nə olacaq? X böl y-in yerinə uşaqlar 2'də 1 dedik. Onda bu ifadənin qiyməti oldu 2'də 1. Üzərinə gəl. Bəs y böl x nə deməkdir? 2 ilə 1'in yerində isə 1'də 2'dir. Yəni 2'dir. Bu da bizə eynən 2 tam 2'də 1 verəcək. Yəni x böl y-in bir qiyməti uşaqlar 2'dir. Bir də x böl y-in bir qiyməti də 2'də 1'dir. Bizdən nəyə soruşur? Kiçik qiymətində. Uşaqlar 2 ilə 2'də 1 hansı kiçikdir? 2'də 1 kiçikdir. Onda cavab olacaq 2'də 1. Kiçik qiyməti oldu uşaqlar 2'də 1. A variantı. Bu oldu 28'in cavabı. A variantı. 29 uşaqlar bunun oxşarıdır. 29'da sadəcə elə məxrəcə 3x, y-ə bölmək kifayətdir. Gəlin baxaq 30-cu suala. Bunu silək, baxaq 30-cu suala. 30'da nə deyir? 30'da deyir ki, uşaqlar bax, bu ifadənin mötədənin içinə baxın, sürətdə. 0 tam dövrdə A nə deməkdir? Bu A böl 9 deməkdir. Yəni dövrü kəsrə çevirik. Burada yuxarıda kvadrat var. Yəni bu kvadrat. Çıx. Mötədənin içinə baxın. 0 dövrdə B nə deməkdir? B böl 9 deməkdir. Bir də bunun yuxarıda kvadratı var. Məxrəcdə isə A kvadratı çıx, B'nin kvadratı var. Neyə olur? A kvadratı 9'un kvadratı verir 81'i. Çıx. Burada sağ tərəfdəki mötədə B kvadratı, 9'un kvadratı yenə 81'dir. Məxrəcdə A kvadratı çıx, B kvadratı. Sürətdə orta məxrəc 81 götürsək, sürətləri olduğu kimi çıxırıq. A kvadratı çıx, B kvadratı bölək A kvadratı çıx, B kvadratı. Burada da şola 81 nə olacaq? Məxrəcə düşəcək. 81 məxrəcə düşəcək, olacaq 81 vuraq. Məxrəcdə onsuz A kvadratı çıx, B kvadratı var və bu da sürətdə olduğu kimi qalır. A kvadratı çıx, B kvadratı. Şolar A kvadratı çıx, B kvadratlar gedir, sürətdə 1 qalır. Məxrəcdə isə 81 qalır. Yəni 1 bölək 81. Cavab oldu 81'də 1. Yəni Y variantı. Bu 30'un cavabı uşaqlar Y variantıdır. Və 31 eynən bunun oxşarıdır. Gəlin 32-ci suala baxaq. 32'də nə deyir? 32'də mötədə xaricində D çıx 2'dir, böldü 6'ya. Sürətdə 14 üstə gəl. D'nin kvadratıdır. Məxrəcdə uşaqlar bu -4'ün yerinə 2'nin kvadratı yazsaq, məxrəc olacaq D çıx 2, bir də D üstə gəl 2. Bu bizim məxrəcimizdir. Bir də çıxaq D çıx 4 bölək D üstə gəl 2'yə. Uşaqlar bizə mötədən birinci 2 lazımdır. Mötədən 2 lazım. Arada vuraq var. Uşaqlar orta məxrəc nə götürərik? Baxırıq D plus 2 burada da var, burada da var. Orta məxrəc elə götürməli ki, hamısı olmalıdır. Onda orta məxrəc həm D üstə gəl 2 götürək, həm D çıx 2 götürək. Uşaqlar baxın, orta məxrəc bunu götürsək, bunun içində həm D üstə gəl 2 var, həm D çıx 2, həm də D üstə gəl 2 var. D üstə gəl 2, D çıx 2-ni, bu D çıx 2, D üstə gəl 2'yə bölsə 1 verəcək, biri də sürətə vur. Elə D kvadratı üzərinə gəl 14 olduğu kimi qalacaq. Bəs uşaqlar, D üstə gəl 2, D çıx 2'ni, bu D üstə gəl 2'yə bölsə, D üstə gəl 2'lər gelir, qalır D çıx 2. Onda D çıx 4'ü nəyə vuracaq? D çıx 2'yə. Yəni, D üstə gəl 2, D çıx 2'ni, bu D üstə gəl 2'yə bölsə, D üstə gəl 2'lər gelir, D çıx 2. D çıx 2'nə sürətə vursaq bizə verir bunu. Gəlin neynəyək? Yenə yazaq. D çıx 2, məxrəcdə 6, sürətdə D'nin kvadratı üstə gəl 14.
Uşaqlar, bu ifadəni mötədən içinə vurub açmalıyıq ki, mənfi mötədən içinə təsir edəcək. D çıx 4-ü D çıx 2-yə vursaq, D-nin kvadratı çıx 6D üstəgəl 8-i verəcək. Məxrəcdə də yenə D üstəgəl 2-dir, bir də D çıx 2-dir. Gəlin neyniyək? Buradan onsuz da bu D çıx 2-lərlə çarpar şəklinə vuranda gedir. Sürətdə nə qalır? Deməli, sürətdə qalır. Sürətdə məxrəcdə bir dənə 6 qalır, bir də bu qalır, D üstəgəl 2 qalır. Sürətdə də mötədən içinə atsaq, D kvadrat üstəgəl 14 çıx. Mənfi mötədən içinə təsir edir, mənfi mənfiyə təsir edir, müsbət 6-dir. Mənfi müsbətə təsir edir, mənfi 8 olur. Məxrəcdə də 6 vuraq, D üstəgəl 2-yə. Uşaqlar, D kvadratın biri müsbət, biri mənfi getdi. Burada 6D var, 6D-ni gördük. Bəs 14-dən bu 8-i çıxanda nəyi verir? Müsbət 14-dən 8 çıxanda uşaqlar müsbət 6-nı verəcək. Məxrəcdə də 6 vuraq, D üstəgəl 2. D üstəgəl 2. Və sürətdən uşaqlar 6-nı mötədə xaricinə çıxarsaq, D üstəgəl 1 olur. Məxrəcdə yenə 6 vuraq, yenə D üstəgəl 2-dir. Sonra bu 6-lar gedir, cavab olacaq bu. D üstəgəl 1 böl. Varmı görək belə bir cavab? Nə görüm, harada səhv yazmamışam ki, yox, düz yazmışam. Çıx müsbət 8, mənfi 8 oldu, düz yazmışam. 14-dən 6 çıxanda 6. D üstəgəl 1, D üstəgəl, şalı bu variantıdır, D variantıdır. Sadəcə burada 1 ilə D-nin yerini dəyişiblər. Və biz də bilirik ki, toplanan yerin dəyişini cəm dəyişmir. Biz bunu belə də yaza bilərik. 1 üstəgəl D, sürətdə toplanan yerin dəyişir, bir D üstəgəl 2, eyni cavab olur. Və 33 də bunun oxşardır. Sadəcə 33-də uşaqlar, bu mötədən içini belə yazasınız. C üstəgəl 1-in mötədə xarici kvadrat kimi. Elə orta məxrəc elə bu C üstəgəl 1-in kvadratını götürəsiniz. Keçək növbəti suala. Gəlin 34-ə baxaq uşaqlar. 34-də neyniyək? Birinci orta məxrəc, birinci mötədən içinə baxaq. Burada orta məxrəc nə götürərik? Məxrəclərin hasili, yəni x kubu, bir də vur y. Birinci çarpar şəklini belə vururduq. Y kvadratını y-ə vursaq, y-in kubu üstəgəl. Və ikinci də çarpar şəklinə uşaqlar belə vururduq. X kubunu 1-ə vur, x-in kubu. Bu birinci mötədə. Və keçək ikinci mötədiyə. İkinci mötədə uşaqlar orta məxrəc elə götürməliyik ki, hamısı olmalıdır. Onda x kvadrat, x onsuz da x kvadratın içində var. Onda orta məxrəc x kvadratı y götürək. X kvadrat y-in içində x kvadrat da var, x da var, y də var. Uşaqlar, bu x kvadratı y-i, bu x kvadratına bölsək, y qalacaq. Y-i də sürətdəki y-ə vur, y-in kvadratı. Çıx. X kvadratı y-i bu x-a bölsək, x-ların biri girəcək, x-y qalacaq. X-y də sürətdəki 1-ə vur, elə x-y. Üstəgəl, x kvadrat y-i bu y-ə bölsək, x kvadrat qalacaq, sürətə də vur, elə x-in kvadratı. Və sağ tərəfdə uşaqlar, məsələ nədir? Sağ tərəfdə bunun ifadəni açsaq, bizə verəcək x kvadratı çıx, üstəgəl, y kvadratı çıx, 2xy və bir də burada müsbət 4xy var. Müsbət 4xy var. Bunun da məxrəci 1-dir. Burada da orta məxrəc y götürsə, çarpar şəklinə vuranda y-i 1-ə vur, y bir də üstəgəl x. Gəlin neyniyək? Sol tərəfdə uşaqlar, sol tərəfdə bu ifadəni açsaq, bizə nəyi verəcək? Birinci y-lə x-in cəmi var, bir də x kvadratı çıx xy üstəgəl y kvadratı var. Məxrəcdə isə x kubu y olduğu kimi qalsın. Vurağa çevirəndə uşaqlar, vurağa çevirəndə bu yuxarı çıxacaq. X kvadrat y yuxarı çıxacaq. Y kvadratı çıx xy üstəgəl x kvadratda aşağı düşür. Bu kəsir biraz uzun oldu. Aha. Və yenə uşaqlar, bunu da buna böləndə yenə eyni qaydada olacaq. Eyni qaydada olacaq. Sadəcə burada məsələ nədir? Bax, bunu vurağa çevrilməmişdən qabaq, bu 4xy-dən 2xy çıxanda müsbət 2xy verəcək. Yəni burada bir x kvadratı var. Qara ilə yazıram uşaqlar, uzun getməsin. X kvadratı var, y kvadratı var, müsbət 2xy var. Sürət bizə nə verəcək? 2xy. Məxrəcdə isə uşaqlar, bu y yuxarı çıxacaq və x üzərinə gəl, y də aşağı düşəcək. Mən nəyi səhv yazdım burada? Gözün uşaqlar, burada nəyi mən səhv elədim? Gözün bir də yazım. Bax, burada uşaqlar, x kvadrat üstəgəl y kvadrat üstəgəl 2xy, bir də verəcək x üzərinə gəl, y-in mötədə xarici kvadratı. Onda uşaqlar, bu ifadəni, yəni bunu buna böləndə, buradakı y yuxarı çıxacaq,
və y ilə x-in cəmdə aşağı çekilir. Və bu aradakı böləyi hələ ki olduğu kimi saxlayaq. Çünki hələ çevirməmişik, yuxarı aşağı çevirməmişik. Burada nə olacaq? Gəlin birinci x-lara baxaq. Baxaq, burada y kvadratı çıx, x, y üzərinə gəl, y kvadrat eyni ifadədir getdi. Burada y-lərdən bir dənədir getdi. Burada x-dan 2 dənə, burada x-dan 3 dənədir. Aşağıda bir dənə x qalır. Deməli, sürətdə nə qalacaq? Y üzərinə gəl, x, məxrəcdə x qalır. Burada da bölək var, uşaqlar. Burada da vurağa çevirsək, y plus x yuxarı çıxacaq və bu ifadə də aşağı düşəcək. Aşağı düşəcək. Y x-in plus 1 ilə y plus x-in 1-i gedir. Y plus x ilə bu y plus x-in 1-i gedir. Sürətdə bir dənə 1 qalır. Məxrəcdə isə bir dənə x, bir dənə də y qalır. Məxrəcdə 1 x, 1 y qalır. Yəni 1 bölək x, y olacaq cavab. Yəni bu sualın cavabı 1 bölək x, y. Yəni 34-də cavab B variantı. Bu oluşalar 34-ün cavabı B variantı və 35 də eynən bunun oxşardır. Gəlin 36-cı suala baxaq və biraz bacardığımız qədər bunun sürəti yazaq ki, çox vaxt getməsin. Sonraki sualın mövzu mahiyyətini başa düşdük. Uşaqlar, burada birinci mötərizənin üçün orta məxrəcinə götürərik məxrəcdən hasili. Yəni x çıx y, x üzərinə gəl y-ə vursaq, bizə verəcək elə x kvadratı çıx y kvadratı. Bunu bildik. Bunu çarpar şəkli x plus y. Bu çarpar şəklini birinci belə vururduq. X plus y-ə vuranda bizə verəcək x kvadratı üstə gəl 2xy üstə gəl y kvadratını verəcək. Çıx x çıx y-də uşaqlar x çıx y-ə vuranda qabağı mənfidir. Bizə x kvadratı çıx 2xy üstə gəl y kvadratını verəcək. Hələ mötərizəni açmamışıq ki, bu mənfi mötərizənin içinə təsir edəcək. Keçək sağ tərəfə. Amma sağ tərəfdə bu mənfi 1 də nəzərə almalıyıq. Burada da uşaqlar orta məxrəc bunları götürsək, orta məxrəc olacaq məxrəcdən hasili. Yəni x kvadratı çıx y kvadratı. Birinci çarpar şəklində belə vuranda bizə verəcək x kvadratı üzərinə gəl 2xy üzərinə gəl y kvadratını verəcək. Və arada yenə müsbət var. Müsbət heç nəyi dəyişmir. Bir də uşaqlar x çıx y-də x çıx y-ə vursaq x kvadratı çıx 2xy üzərinə gəl y kvadratını verəcək. Və bunun da üstündə mənfi 1 var. Gəlin neyək? Burada mötərizəni açsaq, bu olacaq müsbət, bu olacaq mənfi. X kvadratdan bu x kvadratı gedər. Bu y kvadratdan bu y kvadrat gedəcək. Burada müsbət 2xy olacaq. Burada da müsbət 2xy olacaq. Sürətli oldu 4xy. Məxrəcdə x kvadratı çıx y kvadratı. Arada vuraq var. Və burada nə olacaq uşaqlar? 2xy ilə bu mənfi 2xy gedir. X kvadratı bizə verəcək 2x-in kvadratı. Y kvadratı bir də 2y kvadratı verəcək. Məxrəcdə də yenə x kvadratı çıx y kvadratına. Və bir də bunun üstü mənfi 1 var. Yenə olduğu kimi yazaq. 4xy bölək x kvadratı çıx y kvadratı. Uşaqlar, hər hansı bir kəsirin üstü mənfi 1 o demək ki, mənfi 1. Sürət məxrəc yerini dəyişir. Yəni x kvadratı hər hansı bir kəsirin üstü mənfi 1 o deməkdir ki, sürət məxrəclə sürət yerini dəyişir. Yəni x kvadratı çıx y kvadratı. Bu ifadəni də aşağı gətirir, amma 2-ni mötərizə xaricinə çıxardırıq. Qalır x kvadratı üstə gəl y kvadratına. Burada bununla bu eyni ifadədə gedir. 4-ə böl 1, 4-ə böl 2 qalır. Sürətdə qalır nə olur? 2xy. Məxrəcdə qalır? X kvadratı üstə gəl y kvadratı qalır. Bu da oldu bizim məxrəcimiz. Deməli, sürətdə x kvadrat çıx y kvadratlar getdi. Sürətdə 2xy qaldı. Məxrəcdə də x kvadrat üstə gəl y kvadratı. Görək, bu 36-da belə bir cavab varmı? Var. Bəli, bu variantına baxın. Deməli, 36-da uşaqlar cavab oldu Bakının B-sı. Və 37-də eynən bunun oxşarıdır. Gəlin 38-də baxaq. 38-də deyir ki, x kvadrat üzərinə gəl 3 bərabərdir 4ax-a. Bunu bildik. Bizdən bu ifadənin deyir qiymətini tap. X kvadratı böl 9 üstə gəl 1 bölək x kvadratını deyir. İfadəsinin qiymətini deyir aşağıdakı ilə tapın. Gəlin uşaqlar neyək? Belə baxanda əlaqəni görməyəcəyik. Bax, burada orta məxrəcinə götürək. Məxrəclərin hasili. Yəni 9x-in kvadratı. Çarpar şəklində belə vursaq x kvadratını x kvadratına vur x üstə 4. 9-u 1-ə vur 9. Bizdən bu ifadəni soruşur da. Bu ifadəni aşağıdakı ifadələrdən hər hansı bir qiymət, aşağıdakı ifadələrdən birinin qiymətinə çevir. Uşaqlar, baxın, burada bu ifadə ilə sağın əlaqəsi var. Əlaqə nədir? O əlaqəni görməliyik. Sürətdə x kvadrat üzərinə gəl 9 var. Bu ifadəni x kvadrat plus 9 eləmək üçün sağlı sollu kvadrat yüksəldək. Yəni
x kvadratın kvadratı x üstü 4. 3x kvadratına vur 2 misli 6x'in kvadratı, bir də 3'ün kvadratı 9. Sağ tərəfdə də qalacaq. Bunda kvadrat bizə verir 16a kvadratı x kvadratı. İndi nə edək uşaqlar? X kvadratı üzərinə gəl 9'u bildik. 6x kvadratını sağa aparsaq mənfi 6x'in kvadratını verəcək. Burada daha doğrusu x üstü 4. X üstü 4 olduğu kimi yazdıq. Müsbət 9'da yazdıq. 6x kvadratını sağa apardıq. İndi gəlin nə edək? Bu ifadədə uşaqlar sürətdəki bu x üstü 4 üstə gəl 9'un yerinə yazaq. X üstü 4 üstə gəl 9'un yerinə bunu yazaq. Yazaq 16a kvadratı x kvadratı çıx 6x'in kvadratı. Sürətdə x kvadrat üstə gəl 9'un yerinə baxın bunu yazdıq. Məxrəcdə isə uşaqlar 9x'in kvadratı. Gəlin nə sürətdən x kvadratını mötədə xaricinə çıxarsaq qalacaq baxın x kvadratını çıxarsaq qalacaq 16a'nın kvadratı. Deməli x kvadratını çıxarsaq qalacaq 16a'nın kvadratı çıx 6 qalır. Məxrəcdə isə 9x'in kvadratı qalır. X kvadratları gedir. Cavab olacaq 16a'nın kvadratı çıx 6 bölək 9'a. Yəni bu sualın cavabı olur bu formada. 16a'nın kvadratı çıx 6 çıx 9 baxın C variantıdır. Bir də şala bax bizə bu ifadəni soruşur da, deyir ki bu ifadəni aşağıdakı bu ifadənin qiymətini ardıcılıqla tapdıq. Gördük ki bizə verdi bu ifadəni, yəni C variantı. Sadəcə sağla solun əlaqəsini görmək üçün soldakı ifadəni sağlı sollu kvarta yüksəltdik ki sağla əlaqəsini görək deyinə. Keçən növbət sualmış olur. 39'a baxaq. 39. Şu var 39'u gəlin biraz buradan yazaq. Yer olsun deyinə. Deyir A'nın qiyməti mənfi 1,5'dir. Bunu aldıq, saxladıq. Aşağılara baxın. Burada A plus 1 var. Bir də A çıx 1 var. Bunu necə eləyək? Gəlin belə eləyək. A üstə gəl 1'lər. Məxrəci A üstə gəl 1 olan ifadəni bir yerdə yazaq. Yəni A kubu böl A üstə gəl 1. Bir də üstə gəl 1 böl A üstə gəl 1. Bunu bir yerdə yazaq. Sonra A çıx 1 məxrəci A çıx 1 olan ifadələri bir yerdə yazaq. Üstə gəl. A'nın kubu böl A çıx 1'ə. Bir də bu arada çıx var. Bir də 1 bölək A çıx 1'i də bir yerdə yazdıq. Yəni baxın bu iki ifadəni bir yerdə yazdıq. O bir iki dənə ifadəni də şu an bir yerdə yazdıq. Şu an bu ifadədə orta məxrəc A üstə gəl 1 götürsək, sürət olduğu kimi qalacaq. A kubu üstə gəl 1 qalacaq. Bu da bizə verəcək A kubu üstə gəl 1'in kubu. Buna 1'in kubu kimi baxmaq olar. Bizə verəcək A üstə gəl 1, o biri mötədən üçün A'nın kvadratı çıx A üstə gəl 1'i verəcək. Keçdik o birisinə. Burada uşaqlar orta məxrəc A çıx 1 götürsə, məxrəclər olduğu kimi qalır. Sürətləri bir-birindən çıxsaq, elə 1'in kubu ilə mənfi 1'in kubu ilə belə də yazmaq olar. 1'in kubu ilə 1'i verir. Bəs A kubu çıx 1'in kubu da nəyi verəcək? A çıx 1, o biri mötədən üçün A'nın kvadratı üstə gəl A üstə gəl 1'i verəcək. Burada uşaqlar A üstə gəl 1'lər gedir. Burada A çıx 1'lər gedir. Yerdə nə qalır? A'nın kvadratı çıx A üstə gəl 1 qalır. Bir də üstə gəl bu ifadə. A'nın kvadratı üstə gəl A üstə gəl 1'ə. Uşaqlar A'ların biri mənfi, biri müsbətdir, getdi. A kvadratın üstə A kvadratı gəl bizə verir 2A'nın kvadratı. Bu 1 ilə də bu 1'i toplasaq bizə verir 2'ni. Yəni yuxarıdakı bu boyda ifadənin qiyməti uşaqlar ilə buna bərabərdir. Gəlin indi 2'ni mötədə xaricinə çıxardıq, qalır A kvadratı üstə gəl 1. A'nın qiyməti nə idi uşaqlar? Mənfi 1,5. Aparıb A'nın qiyməti baxın mənfi 1,5'dir. 2 vuraq, aparıb buradakı A'nın yerinə mənfi 1,5 yazsaq, kvadratı üstə gəl 1. Sadəcə A'nın yerinə mənfi 1,5 yazdıq. 2 vuraq. Şolar mənfi 1,5'in kvadratı 2 tam %25'i verəcək. Bunun üzərinə 1 gəl. Bu da bizə verəcək 2 vuraq. 2 tamla 1 tamı toplasaq bizə 3 tam %25'i verəcək. Şolar 3 tam %25'də 2'yə vursaq bizə verəcək 6 tam onda 5'i verəcək. Görək düz hesabladıq. Bəli. Cavab olur 6 onda 5. Deməli 39'un cavabı 6 onda 5'dir. 6 onda 5. Yəni bu sualın cavabı oldu 6 onda 5. Bu da oldu uşaqlar 39. Keçək 40'a baxaq. 40 ilə 41 oxşardı uşaqlar. 40 ilə 41 oxşardı. 40'ı yazsaq bəs edir. Bunu yazma ehtiyacı yoxdur. 40'ı yazaq. 41'də evdə özünüz baxarsınız. Uşaqlar bizə deyir ki x üzərinə gəl 6y üzərinə gəl 3z. Məxrəcdə də verilib x üzərinə gəl y çıx z bərabər nəyə 6'ya.
Bizdən nəyi soruşur da? X böl Z nisbətini bir tapın suala. Uşaqlar, bu nisbəti tapmaq üçün deməli bu solla sağın əlaqəsi var. Əlaqə nədir? Əlaqəni görmək üçün bu altının məxrəci 1-dir. Birinci çarpaz şəklində vuraq. Baxın, bu sürəti çarpaz şəklində 1-ə vursaq olacaq elə x üzərinə gəl 6y, üzərinə gəl 3z bərabərdir. Bu altını da uşaqlar çarpaz şəklində buna vursaq belə. X üzərinə gəl y çıx z. Yenə yazaq. X üzərinə gəl 6y, üzərinə gəl 3z. 6x-a vur 6x, 6y-a vur 6y, altında mənfi z-ə vur mənfi 6z. Şola baxın, bərabərin sağında da, solunda da müsbət 6y-lər var. 6y-lər getdi. Burada qalır x üzərinə gəl 3z qalır. Sağda da 6y çıx 6z qalır. Neyini? Bu z-i sola aparaq. Müsbət 6z. Bu x-i də sağa aparsaq mənfi x olacaq. Burada qalacaq 9z. Burada da qalacaq 6x-dan 1x çıx 5x. Amma bizdən nəyi soruşur tap? X böl z-i deyir tap. Onda biz bunu x böl z kimi yazmaq üçün baxın. Çarpaz şəklində vuranda 5x-i verirsə deməli 5 aşağıdadır. Çarpaz şəklində vuranda 9z verirsə deməli 9 da yuxarıdadır. Deməli x böl z uşaqlar nəyə bərabər oldu? 9 böl 5-ə. 9 da 5-ə bölsə bizə nə verər? 1,8. Bizdən nəyi soruşur? Deyir x böl z-i tap. Deməli uşaqlar bu x böl z-in qiyməti, x böl z-in qiyməti 1,8-dir. Bu 39-un da uşaqlar cavabı olur. Daha doğrusu 40-ın da cavabı olur. 40-ın sualın cavabı 1,8. Və 41 də bunun oxşarlışı olur. Bu da oldu rasional kəsirlərin uşaqlar ikinci bölməsinin izahı. Sağ olun, hələlik.